Kənddə iş bitmir ki, bitmir deyib təndirimi təmir edirəm birinci gün. Təndir çörəyi vloqunda izləyicilərin xoş rəyləri ilə yanaşı iradları da var idi. Düşündüm ki, biganə qalmayım və təndiri bacardığım qədər təmir edim. İlk olaraq ətrafı qəşəngcə süpürdüm və təmir olunası yerləri gözdən keçirdim. Davamınca palçığı vuranda yaxşı yapışsın deyə qəşəngcə suluyuram. Aftofa vaxtımı çox alacağından vedrəyə keçməyə qərar verdim. Növbəti iş lapatkanı və xeyrə şərə sürdüyüm arabanı götürüb ələklənmiş qum gətirmək idi. Amma qum setqam yoxdur deyə arxasıca demək olmasın canlılara dəyən qonşum Ramin gilə üz tutdum. Kənddə də elədir ki, nəyin çatışmırsa köməyinə birinci qonşu çatır. Biz də qonşuya bəzən sasetdə deyirik. Uzaq qohum yaxşıdır, yoxsa yaxın qonşu? Mən gedəndə Ramin də həyətdə iş görürdü. Setqanın bəzi yerləri yararsız olduğundan sağ olsun sasedim yerindəcə yaxşıca düzəltdi ki, işimi rahat görüm. Lazım olan hər şeyi yığdıqdan sonra qalır geriyə əsas işə başlamaq. Hamınıza Ramin kimi yaxşı qonşu arzu edib vlogun ilk hissəsini tamamlamış oluram. İkinci hissədə görüşənədək.